Fransa imperiyası bir vaxtlar Afrikanın nəhəng bir hissəsinə nəzarət edirdi və Çad elə bu imperiyanın tam ortasında yerləşirdi. Ölkə adını Böyük Çad gölündən almışdı. Amma bu göl bugün demək olar ki, yox olmaq üzrədir. Çad 11 avqust 1960-cı ildə müstəqillik qazandı, amma coğrafiya hələ də onu tələdə saxlayır. O, Afrikanın ən böyük 5-ci ölkəsidir, lakin ərazisinin təxminən 60% Sahara səhrasındadır. Buna görə də ticarət və hərəkət çox məhdud qalır. Yalnız cənub zolağında yağış və əkinçilik üçün əlverişli torpaq var və əhalinin çoxu məhz bu bölgədə yaşayır. Paytaxt N'Djamena'nın yerləşdiyi yer isə tədricən kiçilən Çad gölünün yaxınlığındadır. Əhalinin təxminən 56% müsəlman, 20% xristian, qalanları isə yerli inanclara malikdir. Çad dənizə çıxışı olmayan ölkədir. Ona ən yaxın dəniz limanı təxminən 1800 km uzaqdadır. Buna görə də istənilən malın idxalı və ixracı həm baha, həm də çox çətin başa gəlir. Məhz buna görə böyük ərazilərə malik olmasına baxmayaraq, Çad çətinlik çəkir, çünki dünyanın ən sərt bölgələrindən birində yerləşir. Növbəti hansı ölkəni izah edin?